Pərviz müəllim, izləyicimizin belə bir sualı var. Milliyyətçilik irqçilikdən sayılırmı? Bismillahirrahmanirrahim. İrqiçilik, millətçilik, yerli-bazlıq kimi məsələlər tarix boyu insan övladının yaranmasından bu yana hər millətdə, hər bir cəmiyyətdə var olan bir qavramdır. Hətta dövrümüzdə özünü müasir cəmiyyətin beşiyi kimi göstərən, yəni dırnaqarası beşiyi kimi göstərən qərb dövlətlərində belə bu qavramların ən eybəcər, ən iyrənc təzahürlərini açıq-aşkar görürük. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buna cahiliyyətin iyrənc mərəzi deyərdi. Allah Rəsulunun zamanında da cahiliyyət ərəbləri öz soy köklərinin, ata-babalarının gözəl xüsusiyyətlərini ələ alaraq onlara şeirlər qoşardılar və bununla da özlərini digər insanlardan, digər xalqlardan daha üstün görərdilər. Amma dinimiz bu məsələyə daha həssas yanaşaraq Hucurat surəsində buyurur ki, ey insanlar, biz sizi bir qadın və kişidən yaratdıq. Sonra isə sizləri bir-birinizi tanıyasınız deyə fərqli xalqlara və qəbilələrə böldük. Sözsüz ki, şübhəsiz ki, üstünlük yalnız təqva ilədir. Diqqət etsək ayəyə görərək ki, Allah Azza və Cəllə burada hər hansı bir rəngə, hər hansı bir irqə diqqət çəkmədi və yaxud hər hansı bir xalqa, hər hansı bir nəslə diqqət çəkmir. Allah Azza və Cəllənin diqqət çəkdiyi məsələ insanın salih əməllər işləyərək Allahın razılığını qazanaraq təqva məqamına yetişməsini diqqət çəkir. Yenə də Peyğəmbərimiz s.ə.v-in vəda həccindəki xutbəsinə baxanda deyir ki, ey insanlar, bir ərəbin əcəmdən, bir əcəmin də ərəbdən və ya qırmızının qaradan, qaranın qırmızıdan üstünlüyü yoxdur. Üstünlük yalnız təqva ilədir. Amma burada bir məsələyə diqqət yetirməliyik ki, bir insanın öz elini, obasını, adətlərini, dəyərlərini sevməsi və yaxud onların gözəl məziyyətlərini, xüsusiyyətlərini sevərək dilə gətirməsi heç də qəbahətli bir şey deyil. Hətta elə olur ki, bizlər başqa bir xarici ölkəyə getsək və yaxud oradan başqa xalqlardan bizə qonaqlar gələrsə, bu cür məziyyətləri, gözəl xüsusiyyətləri dilə gətirir. Çünki bunlar daha çox əxlaq dəyərlərindən formalaşır və insan bunu dilə gətirərkən xoşxal olur. Amma insanın bu sevgisi həddini aşaraq özünü başqalarından üstün görərsə, başqa xalqları xor görərsə, hətta onları təhqir edərsə, necə ki, çox təəssüf ki, biz bunları görürük, yaşayırıq günümüzdə hər zaman. O zaman bu davranışın irqiçilikdən hər hansı bir əskik yanı qalmır. Təbii ki, bu milliyyətçilikdir. Özünü başqasından üstün görmək, başqalarını xor görmək, alçaq görmək. Və ümumiyyətlə bu cür qavramların mövcud olduğu ortamlarda ədalətdən biz danışa bilmərik. Çünki insan övladı öz irqini, öz nəslini, öz ata-babasının millətini önə çıxardaraq, başqalarını üstün görərək, onun səhvini də doğru görür, onun yanlışını da doğru görür. Dediyimiz kimi, burada hər hansı bir ədalət mexanizmindən danışa bilmərik. Sözsüz ki, bunlar yanlışdır. Doğrusunu Allah bilir. Vəlhamdülillahi Rabbil ələmin.